Birinci sualımız, deməli deyir, avtomatik qurğu 6 simvollu şifrə tərtib edir. Bu qurğunun tərtib etdiyi şifrənin ilk 3 simvolu 26 simvollu ingilis əlifbasının böyük, qalan 3 simvolu isə 26 simvollu ingilis əlifbasının kiçik simvollarından təşkil olunarsa. Deməli 6 simvolluq şifrə tərtib olunub. Yəni bunu belə göstərim. 6 simvolluq şifrə tərtib olunur. Bu şifrədə nə yazılır bəs? Deməli, ilk 3 simvolunda 26 simvolluq ingilis əlifbasının böyük hərfləri. Yəni, bax, 26 simvolluq ingilis əlifbasının böyük hərfi elə 26 dənədir. İlk 3 yerdə, burada yəni 26 dənə simvoldan hər hansısa biri yazılacaq. Burada da simvoldan hər hansısa biri yazılacaq. Burada simvoldan hər hansısa biri yazılacaq. Çünki təkrarlanmasın sözündə demir bizə. Qalan 3 simvolu isə 26 simvollu ingilis əlifbasının kiçik simvollarından təşkil oluna bilər. Yəni kiçik simvollar yazılacaq. O da 26 dənədir. Deməli, burada 26 dənə hərfdən hər hansısa biri yazılacaq. Eyni ilə burada və burada. Ehtimalları yazdıq. Və ümumi nə qədər fərqli şifrələr ola bilər? Bunların hasili. 6 dənə 26, 26 üstü 6 eləyəcək. Yəni cavab B variantıdır. İkinci sualımız, onluq say sistemində verilmiş 16 üstü 8, üstəgəl 8 üstü 8, üstəgəl 52 ədədini 8-lik say sistemində yazılışında neçə rəqəmlərdə də alınacaq? Bunu iki fərqli üsulla yaza bilərik. Biri elə 8-in qüvvət şəkildə yazmaqla tapa bilərik. Biri isə ikilik say sisteminə çevirib, ikilikdəki ədədi də 8-liyə çevirmək üçün 3-3 ayırmaq lazımdır. Yəni o yolla da tapa bilərik. Kimə hansı rahatsa, həmin üsulu istifadə edə bilər. Başlayaq. Deməli, məsələn, mən belə yaza bilərəm. Adətən uşaqlar 2-nin qüvvət şəklində yazdığı üçün onlara rahat olsun deyə elə yazacağam. 2 üstü 4 üstü 8 eləyir bu. 2 üstü 4 üstü 8. Bu isə 2 üstü 3 üstü 8 eləyir. 52-ni də parçalayıb, 52-nin içində 2-nin qüvvəti ən böyükünə yerləşir. Ümumiyyətlə, 2-nin qüvvətləri formasında yazacağım. Ən böyüyünü tapmaqla 32-ni çıxartdım. Yerdə qaldı 20. Yəni, 52-nin içindən 32-ni çıxartdım, yerdə qaldı 20. 20-nin içindən 16-nı çıxartdım. 2-nin qüvvəti ən böyük 16 yerləşir. 16-nı da çıxardanda onda 4 qalır. 3-ün cəmi bizə 52-ni verəcək. Yəni, içindən ən böyük 2-nin qüvvətini çıxartmaqla düzəldirik. Bu ədədi parçalayırıq, yəni. Bunları yanaşı yazaq. 2 üstü 32, üstəgəl 2 üstü 24, üstəgəl 2 üstü 5, 2 üstü 4 və 2 üstü 2. Bu ədəd onluq say sistemindədir. Bu ədədi ikilik say sisteminə çevirəndə açıq yazılış üsulunun elə bil tərsinə yazılmış forması kimi düşünək. Açıq yazılış üsulunda biz sıfırdan başlayaraq ədədin üzərinə nömrələyirdik. Ən axırda neçə rəqəmlidirsə axıra qədər nömrələyirdik. Və ikilik say sistemindən onluq say sisteminə çevirərkən ədədi 1-i vururuq 2 üstü neçəyəsə. Məsəl üçün 2 üstü 5, üstəgəl 1 vur 2 üstü 4. O şəkildə. Bunu da sanki geri qaytarırıq. Yəni, say sistemi dərsinə baxanlar bunu anlayır. Yəni, əgər burada 2-nin qüvvətləri varsa, deməli, burada 1 vur 2 üstü 32. Məsələn üçün 2 üstü 31 yoxdur. Çünki 0 vur 2 üstü 31-dir o. İndi bunu qısa yolla belə deyək. 0-dan üstləri düşünsək, 0, 1, 2, 3, 4, 5, 6, gəldi 32-yə qədərdir. Deməli, cəmi burada 33 dənə rəqəm olur. İkilik say sisteminə çevirəndə 33 rəqəmli ədəd alınır. Yəni 33 dənə 1 və 0. Biz də bilirik ki, ikilik say sistemində olan ədədi 8-lik say sisteminə çevirmək üçün həmin rəqəmləri 3-3 ayırmaq lazımdır. Sonundan başlayaraq 3-3 ayırırdıq. Deməli, 33 dənə 1, 0, 1, 1 belə ikilik say sisteminin rəqəmi var. 33 dənə. Mən bunu 8-lik say sisteminə çevirməyim üçün bunları 3-3 ayırmalıyam. Neçə dənədirsə 8-lik say sistemini yaratmış olur. 33-dür, 3-3 ayırıramsa bölürəm 3-ə, cavab elə tam olaraq 11 tapdım. 11 dənəsi 3-3 ayrılmış oldu. Deməli, cavabımız 11 rəqəmli ədəd alınır. Növbəti sualımız.
Verilmiş hesablamanın sol tərəfi onluq say sistemində ifadə edilmişdir. Sağ tərəfini ən böyük say sistemi. Burada uşaqlar çox vaxt səhv edirlər. Say sisteminin özünü tapırlar. Cavabı da elə götürürlər. Amma bizdə həmin say sistemindəki ən böyük rəqəmi istəyir. Deyir, sol tərəf onluq say sistemindədir. Onluqda 7-ni 5-ə vuranda deyir 35. Onluq say sistemidir. Sağ tərəf bilmirik, x say sistemindədir. Biz bunu da çevirək onluq say sisteminə. Onluq say sistemini yəni açıq yazılır üsulundan çeviririk. 4 vur x üstü 1, 4x üstə gəl. 3 vur x üstü 0, yəni 3 bərabərdir 35. Tənliyimizi həll eləyək. 4x bərabər 32, x də bərabərdir 8. Deməli, biz tapdıq ki, bu ədədimiz 8-lik say sistemindəymiş. Və bizə deyir, həmin say sistemində ən böyük rəqəm. 8-lik say sisteminin ən böyük rəqəmi 7-dir. Cavab 7, C variantı. Dördüncü sual. Dördüncü sualda informasiya saniyədə 320 min bitlə 10 saniyəyə ötürüldü. Həmin həcmdə informasiya 40 min bit saniyə sürətlə ötürmək üçün ən azı neçə dəqiqə lazımdır? Baxaq, bunu tənasüblə yaza bilərik. Yəni mən T1-in qarşısına V1-i, T2-nin də qarşısına V2-ni yaza bilərəm. T1-imiz 10 saniyədir. 10 saniyədə 320 min bit böl saniyəymiş sürət. Bizdən dəqiqəni soruşur, əvvəlcə əlbəttə ki, saniyə ilə tapacağıq. Görəsən, neçə saniyədə 40 min bit böl saniyə olubdur. T-ni tapaq. Bunlar bir-birinə tərs mütənasib olduğu üçün 10 saniyəni vururuq 320 minə, bölürük 40 minə. 4 dənə 0 ilə burada ixtisar apara bilərik. 320-ni böləndə 4 eləyir 80. 80 saniyə. Dəqiqəyə çevirməyimizi istəyir bizdən ən azı neçə dəqiqə. Bölürük 60-a. 1 tam neçəsə, deməli bizə 1 dəqiqədən çox, yəni 2 dəqiqə lazımdır. Cavab 2. 5-ci sual. 5-ci sualda bizə deyir, raster qrafik təsvirin çevrilməsində 2 əməliyyat icra edilmişdir. Və nəticədə bizdən soruşur ki, həcm necə dəyişər? Birincisi, həm rəng dərinliyində dəyişiklik baş veribdir. İkinci əməliyyatda isə piksel sayında bir dəyişiklik baş veribdir. Baxaq, rəng dərinliyi əvvəl high color-daymış, sonra çevrilib olub 16 rəngli. High color-da 16 bitdi. Yəni bunu belə bunu şifahi formada da tapa bilərik. Yəni high color-da 16 bit idi, sonra olub 4 bit. 16-dan 4-ə düşəndə 4 dəfə azalıb. Yəni həcmimiz əvvəl 16 bit idi, sonra olub 4. 16 ilə 4-ü ixtisar aparım, 4 dəfə azalıb həcmimiz. İndi ikinciyə baxaq. Piksellərin sayı enində 5 dəfə, uzunluğunda isə 4 dəfə artıb. Yəni 4 ilə 5 20. Deməli onda 20 dəfə artıb. 4 dəfə azalıb, 20 dəfə artıb. İxtisar aparanda 5 dəfə artıb tapılır. Bunu riyazi formada yazaq, şifahi deyildiyimiz anlaşılmırsa əgər. Deməli, mən V1 böl V2 nisbəti tapacam, görüm necə dəyişib. V1 bilirik ki, piksel vur rəng dərinliyidir. Birincidəki rəng dərinliyim 16 bitdir. Sonraki halda rəng dərinliyim, yəni V2 halında rəng dərinliyim olub 4 bit. Piksellərim isə enində 5 dəfə artıbdır, olub 5 piksel. Hündürlüyündə isə, yəni uzunluğunda isə 4 dəfə artıbdır, olub 4 piksel. Yəni yuxarıdakından 4 dəfə artıqdır. 16 bitlə 4 bit ixtisar gedir, burada qaldı 4. Bu 4 ilə də bu 4 ixtisar gedir. Piksellər ixtisar gedir, qaldı 5. Yəni 1 böl 5. V2 çarpaz vuranda V2 bərabərdir 5 V1. Yəni onda indiki halda aldığımız yeni həcm əvvəlkindən 5 dəfə böyükdür. Yəni 5 dəfə artar. Cavab D variantı. Başlayaq, 6-cı sualı yazırıq. 6-cı sualda fayllar sərt diskdə tutduqları ölçüyə görə müqayisə edin və ulduz işarəsinin yerinə yazılacaq olan işarəni müəyyən eləyin deyir. Və bir klasterin həcmini veribdir 6 kilobayt.
Biz də bilirik ki, faylın öz həcmi nə olsa da, diskdəki tutduğu həcm onun klasterin belə deyək də, tutduğu neçə klasterdə yerləşməsinə görədir. Bir klasterin də həcmi 6 kilobayt. Biz 1564-ü bölürük 6 kilobayta. Görək buna neçə dənə klaster lazımdır. 260 tam düşür, əlavə bir dənə də klaster lazımdır. Yəni 261 dənə klaster lazımdır. Bunu da vururuq 60-a, diskdəki həcmini tapırıq. Əslində 60-a vurmayıb klaster sayına görə də tapa bilərik. Digər tərəfi hesablayaq indi. Bu həcm faylın öz həcmidir. 1566. Bölürük yenə 6 kilobayta, görək buna neçə klaster lazımdır. Buna tam olaraq elə 261 dənə klaster yerləşir, yəni qalıq qalmır. Vururam 6 kilobayta, görüm diskdəki həcm nə qədərdir. Bu da 6 kilobayta vururdum. Baxırıq ki, eyni misalda da axıra qədər hesablamıram. Deməli, bunlar bərabər olacaq bir-birinə. Cavab B variantı. 7-ci sual. 4, 5, 6 rəqəmlərindən istifadə edərək heç bir rəqəm təkrarlanmadığı, heç bir rəqəmin təkrarlanmadığı 3 rəqəmli ədəd düzəltməyin. Burada fikir verək, ədəd bəzən də şifrə verə bilər. Şifrə verərsə, əgər 0 varsa, sıfırlar yəni başlanğıcda götürüləcək. Yox, əgər ədəd deyirsə, birinci rəqəmdə 0 ola bilməz. Bunu buradan vurğulayım. 3 rəqəmli ədəd deyir və deyir təkrarlanmasın. Birinci halda 1, 2, 3, 3 variantım var. Ya 4 yazacağım ya 5 ya da 6. Təkrarlanmasın dediyi üçün burada nəsə yazmışamsa, həmin rəqəmi burada yazmayacağam. Qalır 2 dənə variantım. Sonuncuda isə 3 rəqəmdən birini bura yazmışam, birini bura yazmışam. Yerdə qalır 1 variant. Bu ehtimalların, bu variantların hasili bizə verir 6. Cavab 6-dır. Keçirik digər hissəyə. Baxılan zaman anında dəyişməyən deməli modellər hansılardır? Baxılan zaman anında dəyişməyən modellər statik modellər adlanır. Növbəti sual. Alt, Delete, Backspace klavişləri hansı qrup klavişlərə aid edilir? Bunlar xidməti klavişlərə aid edilir. Xidməti. Deməli, burada oldu. Statik, dəyişməyən. Burada oldu xidməti klavişlər. 10-cu suala baxırıq. Mətn redaktorunda verilmiş mətn fraqmentində kursor R simvolundan sonra dayanmışdı. Kursor budur, bu xəttdə deyirik. Kursorun dayandığı mövqedən ardıcıl olaraq Backspace düyməsi 2 dəfə. Backspace 1-2 soldakıları silir. Delete düyməsi 3 dəfə. Delete də sağdakıları silir. Sonra mətn fraqmenti hansı şəklə düşəcək? Burada silinəndən sonra nə qaldı? End. Cavab A variantı. 11-ci suala baxırıq. 11-ci sualda bizdən D3 xanasının cavabını istəyir. D3-də isə yenə bir misal var. C1 çıx C2. C1-ə baxıram, burada B1-i vurub B2-yə. B1-ə baxıram, heç nə verilməyib. Əgər heç bir ədəd görmürsə, bunu avtomatik 0 götürürük. 0-ı B2-də nəyə vursan, yəni burada bir hesablama var, heç hesablamağa dəyməz. Çünki 0-ı nəyə vursan 0 verəcək. Deməli, bu xananın qiyməti 0-dır. İndi C2-ni hesablayırıq. Yəni bu 0 imiş. C2-ni hesablayırıq. A1 vur A2. 15 16-ya vuranda 240 eləyir. Yəni bu xana oldu 240. Deməli C1-dən C2 çıxıram. Yəni 0-dan 240 çıxanda olur -240. Cavab Y variantı. 12-ci suala baxırıq. 12-ci sualda deməli belə bir işçilər adlı verilənlər bazası verilibdir. Soyadı bərabər A ulduz. Bu demək ki, soyad sahəsi A hərfi ilə başlayanlar olsun. Yəni bunu seçibdir. A ilə başlayır. Satış təmsilçisi, vəzifə bərabər satış təmsilçisi. Vəzifə, yəni burada vəzifə sahəsində satış təmsilçilərini seçirəm. Və bizə and deyir. Yəni bu və bu. Və deyirsə hər iki şərtin ikisi də olan sətri götürməliyəm. Bu da 100 demək 12 sonra bir dəqiqə. Aha. Bu burdadır. 10014, bir də ən axırıncısı 10016-dadır. Belə variant düzdür görünmür. B variantını bununla uyğunlaşdıra bilərik, amma 10016 burada yazılmalı idi. Cavab B variantıdır.
13-cü suala baxırıq. 13-cü sualda verilmiş alqoritmin yerinə yetirməsi nəticəsində y dəyişəni 40 qiyməti almışdır. Dediyi bax budur. Y-in nəticə deyir axı ən sonda 40 alıbdır. İndi burada 2 dənə dəyişən var, heç nə tapa bilmirəm. Buradan əvvələ baxıram. Burada x verib mənə əvvəldə. X-a mənimsədib y üstə gəl 8. Deməli burada x-a nə alıbsa, yəni bunu cəmləyib nə alıbsa onu burada yazıbdır. Deməli mən bunda bu x-in bu qiymətini götürüb burada yerinə yaza bilərəm. Yazıram 40 bərabərdir. X-in yerinə yazıram y üstə gəl 8. Növbəti y-də olduğu yerdə yazıram. 2y bərabərdir 32, y də bərabərdir 16. Mənim 16 tapdığım bu y-dir. Hansı ki, yəni burada alınıb 16 və növbəti burada istifadə olunubdur. İndi x istəyir bizdən 16 tapılması üçün x, yəni neçə olmalıdır ki, 4 çıxasan 16 alınsın. Cavab 20. 20-dən 4 çıxanda 16 alınır. Yəni bu misalımızın cavabı B variantıdır. 14-cü suala baxırıq. 14-cü sualda deyir, hansı ədəd daxil edilməlidir ki, ekranda nəticə olaraq yes sözü çıxsın? Baxaq proqramımıza. Proqramımızda yes sözü çıxır, baxın burada. Biz də bilir ki, if, elif, else bu ardıcıllıqlarda deməli, harada doğrudursa oradan içəri daxil olur və digərinə baxmır. Yes buradadır və buradakı şərt isə ədədin tək olması deməkdir. Yəni 2-yə bölünəndə alınan qalıq 1 olsun, bu da tək ədəd deməkdir. Deməli, mənim variantımda tək ədəd olmalıdır, o da A variantıdır. 15-ci suala baxırıq. 3 ədəd verib. Burada şərtin strukturuna baxaq birinci. If, elif, elif. Burada bitir, çünki yeni bir if başlayır. Yeni bir if başlayırsa bu ayrı bir şərt məsələsidir. Deməli, if, elif, elifdə harada doğru varsa orada icra edirik. Doğrunu tapdıqsa bitir artıq. Növbəti ifə keçirik. Burada da, yəni doğru olan yerdəkini icra edirik sadəcə. A 24. 24 böyükdür B vur C-dən. B ilə C-nin asili daha böyük olacaq deyə bu səhvdir. İndi elifə baxırıq, düşürük. B böyükdürmü? Yəni 13 böyükdürmü A böl C-dən? Bəli, A-nın C bölündə 1.0 eləyəcək. Bu şərt doğrudur. Doğru olduğu üçün buradan içəri girir və B-ni çıxışa verir. B 13-dür. Mənə çıxışda 13 verir. Buradan içəri girdiyi üçün artıq bu elifə baxmır. Növbəti if məsələsi burada başlayır. A B-yə bərabərdirmi? Yox. Və ya dediyinə görə, deməli, növbəti buradakı şərtə də baxa bilərik. Yəni, bir dənə doğru olması bəs eləyir. A C-yə bərabərdirmi? Bəli. İkisi də 24-dür. Bu şərt doğru olduğu üçün buradan içəri girir və print B-C. B 13-dür, C-də 24-dür. Deməli, əvvəl 13-ü çıxartmışdır, sonra yenə 13, 24. Yəni, cavab Y variantıdır. 16-cı suala baxırıq. 16-cı sualda nəyin təyinatıdır, yəni nəyi tapmaq üçün bir proqramdır. Proqramın bu hissəsi uşaqlar çaşdırmışdı bu sual. Bu hissəsi əbobun tapılması üçündür. Amma burada əbobunu tapmamışdan əvvəl, yəni bu hissədən əvvəl həmin iki ədədin hasilini tapır, ən sonda isə tapdığı əboba bölür. Deməli, bu əkobun tapılması üçün bir proqramdır. Ədədləri bir-birinə vurur. Sonra nə qədər ki, həmin ədədlər fərqlidir, böyükdən kiçiyi çıxmaqla axırda ikisi bərabər olana qədər davam eləyir. Bu əbob sayılır. Aldığı hasili əboba böləndə əkob tapılmış olur. Deməli, cavab Y variantı əkobun tapılmasıdır. 17-ci suala baxırıq. Utilitlər hansılardır? Utilitlər xidməti proqramlardır. Bir əməliyyat sistemlərinə aid deyil. MS Corporation. 19-cu suala baxırıq. 19-cu sualda bu proqramda bir siyahı verib. For in range 0-dan len A-ya qədər. Len A1, 2, 3, 4, 5, 6, 7. Saydım 7-dir. Range burada ardıcıllıq verir. 3, 4, 5, 6-ya qədər. 7-ni götürmür. İndi bu i, for i bu ardıcıllıqdadır. Yəni i-nin qiymətləri buradadır. Harada ki tək olacaqsa, yəni 1, 3, 5-ə aiddir bu da. Yəni i-nin qiymətləri tək olanda düşüb bunları icra eləyəcək. 1-də icra eləyəcək, yəni i 1 olan halda şərt doğrudur. Onda A-nın birinci indeksi.
İndeks 0, 1, 2, 3, 4, 5, 6, sıfırdan başlayaraq indekslənəndə birinci indeksdə 25 yerləşir. İndi birinci indeksdə duran ədədi bərabər eləyir nəyə? Həmin 25-in, həmin ədədin üzərinə gəlir minimum A. Yəni A siyahısında minimum ədəd. 25-in üstünə 8 gəlir, oldu 33. Yəni birinci indeksdə duranı 33-ə bərabər eləyir. Növbəti olacaq üçüncü halda bu doğru olacaq. Çünki 2 cüt ədəddir. Üçüncü halda bu şərtə düşəcək. A-da üçüncü indeksdə 33 durur. Deməli, bu ədədin üstünə minimumu gələcək. Yəni, buradan belə anladıq ki, indeksi tək olan ədədlərdə həmin ədədin üzərinə minimumu gəlməklə yeni ədəd alıb həmin ədədin yerinə yazacaq. Deməli, onda 3-cü indeksdə duran 33-ün üstünə 8 gəlib 41 yazacaq. 5-ci indeksdə duran 8-dir. 8-in üstünə minimum burada hələ də 8-dir. 8-in üstünə 8 gəlib 16 yazacaq bura. Cavabımız 45, 15 digərləri yerində qalıb. Cavab 45, 33, 15, 41, 16, 16, 9. Buna da Y variantı uyğun gəlir. 21-ci suala baxırıq. N dəyişəninə mənimsədilən ədədin hansı qiymətində ədəd çapa veriləcək? Deməli, burada in range baxırıq, nə veribdir? 1, 2, 3, 4. Deməli, 4 dəfə dövr olacaq. Hər dəfə neynir? Hər dəfə nə iş görür? Deməli, ədədi, yəni n-in qiymətini faiz 10 bölür 10-a k-nı tapır. Birinci səfər böləndə 6-nı tapmış olur. Birinci dövrdə 6-nı tapır. Və sonra n bölünsün 10. Bu da 6-nı buradan siləcək. Son ədədi silir, qalır 12385. Sonra gəlir ikinci dövrdə. 12385-i bölür 10-a, qalıqda qalır 5. Təzədən tam böləndə 5 silinəcək, qalacaq 1238. Üçüncü dövrdə ədədi yenə bölür 10-a, faizini tapır. Faiz olacaq 8, yəni qalıq daha doğrusu da, yəni faiz dediyimiz qalığı tapır. 8. Ədədi tam bölür, yəni 2 qat bölür 10-a, 8 silinəcək. Dördüncü dövrdə ədədi bölür 10-a, qalıqda qalır 3. 3-ü götürür və ədədi böləndə qalır burada 12. Yəni n-in qiyməti, son qiyməti olur 12. Bizə deyir ki, n dəyişəninə mənimsədilən ədədin. Mənimsənilən ədəddə, bunun üstünü sileyim, bax bu ədəd idi. K-nın ən son qiymətini printdə çıxardır. K-nın da son qiyməti 3-dür. Deyir, hansı mərtəbədəki ədəd çıxışa verilir? Təklik, onluq, yüzlük, minlik. Deməli, 3 minliyi bildirir. Cavabımız minlikdir. Növbəti 22-ci suala baxırıq. Burada da belə bir proqram verib deyir, nəyin tapılması üçündür. Def olan funksiyalarda proqram buradan sonra başlayır. Int, input 2 dənə ədəd daxil edirsən. Sonra bir funksiya istəyir ki, hesablayasan. Yuxarı çıxırıb funksiyaya baxaq görə burada nəyi hesablayır. Bu hissədə həmin daxil edilən ədədləri cəmləyib 2 mislini çıxardır. Deməli, ədədləri cəmləyib 2 mislini çıxardır. Varianta baxaq görə bu nəyə uyğun gəlir? D variantı. Perimetrinin hesablanmasına. 23-cü suala baxırıq. Burada da belə bir proqram verilib. Deyir, C dəyişəninin qiymətini neçə dəfə çap olunacaq? A və B-ni verib, C-ni vermək, tapmaq üçün A-nın kvadratını istəyir, yəni A vura 121. D də bərabərdir B üstə gəl A-ya, yəni 32. Y də bərabərdir C böl A 11,0, yəni 121-i bölür 11-ə, float tipində verir nəticəni. İndi şərti yoxlayırıq. A böyükdür C-dən. 11 120-dən böyükdür. Yox. Ənd deyirsə, daha buna baxmamız ehtiyac yoxdur. Bu şərt alınmır. Bu bir şərt idi. Növbəti if şərti burada var. Burada deyir B C-dən kiçikdirmi? Baxırıq 21 121-dən kiçikdir. Hə. Or deyir onsuz bir dənəsi doğru olmağı bəs edir ki, mən buradan içəri girim. Yəni o birisinə baxmıram. Printdə də B ilə C-ni çıxışa verir. Məndən soruşur ki, C-ni neçə dəfə çıxışa verir? Bax, burada bir dəfə çıxartdı. İndi yeni bir if məsələsi gəlib ortaya. Bundan sonra proqramımız bitmir. Yeni bir if başlayırsa, deməli buna da baxmalıyım. D 32-dir. 32 kiçikdir Y-dən. Yəni 11,0-dan. Hə. Bu şərt doğrudur. And deyir. Daha doğrusu yox.
D 32'dir, Y 11.0'dır. Bu şərt ödəmir. Bu şərt bizə deyir ki, D kiçikdir Y-dən. D 32'dir, Y də 11.0'dır. Yox. Onda ənd deyir, heç o birisinə baxmağa dəyməz. Bura səhvdir, düşürəm elsə. Elsə heç bir şərt yoxdur, avtomatik düşürük. Print A, C. Bax, C-ni bir dəfə də burada çıxartdım. Deməli, C-ni bir burada çıxartdım, bir də burada. Ümumi 2 dəfə çıxartmış oldum. Cavab 2. 24-cü sualda Python dilində yazılmış proqramın icrası zamanı klaviaturdan 15 daxil edilərsə, ekrana hansı nəticə çıxacaq? Bu proqramı anlayanlar, bax, faiz 8 yazıb, sətir tipi var, sətirlərin toplanması, sonra tam bölür 8-ə, yəni tam hissəni götürür. Bu 8-lik say sisteminə çevrilmək deməkdir. Bunu anlayanlar 15-i dərhal 8-lik say sisteminə çevirib yazacaq. Amma bilməyənlər bunu bir-bir icra eləməlidir. 15 verib, bu boş sətir deməkdir. Dırnağı açdı, bağladı, içində heç nə yoxdur. Boş sətirdir. Nə qədər ki, x 0-dan böyükdür, x-imiz 15-dir. Bu işləri icra eləyəcək. X-i 15-i böləndə 8-ə qalıqda 7 qalır. 7-ni string tipinə çevirəcək, yəni string sətir tipinə çevirdi. Y-in üstünə S gəlir. Burada ardıcılığa fikir verək. Əvvəl Y-dir 7. Üstünə S gəlir, boşu gəlir. Olur 7. Növbəti x-i bölür 8-ə 1, 1 nöqtə neçədirsə, yəni onu integerə çevirir. Tam hissəsi 1 verir bizə. Çıxır yuxarı. 1 0-dan böyükdür, hə, yenə dövrə girir. 1-i bölür 8-ə, qalıqda 1 qalır. String tipinə çevirir, belə yazırıq. Y-in üstünə gəlir S. Baxın, birinci Y yazır. Sonra üstünə S gəlir. S-in də qiyməti 7 idi, axı burada 7 almışdı. 1, 7. Integer qiymətinə tipinə çevirərək x-i bölür 8-ə, yəni əvvəl x-i bölür 8-ə, 1-i 8-ə bölür 0 tam neçəsə, o da integer tipində 0 verir. Çıxış şərti yoxlayır. 0 0-dan böyükdür? Yox. Dövr bitdi. S-i çıxışa verməyini istəyir. S-ə də 1, 7 tapmışdı. Cavab 1, 7. 25-ci suala baxırıq. 25-ci sualda deyir, cədvəllərlə işləmək üçün olan teqlər hansı sırada düzgün verilibdir? Deməli, table, tr, bir də t-dır. Cavab 3-dür burada. 3. Növbəti suala baxırıq. 26-cı sual. Burada da mən bunu uşaqlarla keçəndə bunu avtomatik olaraq göstərmişdim. Çəkməyimizə ehtiyac yoxdur. Belə bir məsələdə tək A, tək B, tək C-ni verib. Hər üçünün əndini verib, hər üçünün əndini, yəni birləşmələrini verib, hər üçünün də. Hər üçünün birlikdə olan kəsişmələrini veribdir. 50. Bizdən birləşməyi soruşur. Yəni çəksək belə bu cür çəkiləcək. Və bizə təkcə bu dairələrin hər birinin ayrı-ayrılıqda içini verib. Bu əndləri veribdir. Bir də o ortanı verib. Bizdən soruşur oru. Yəni bu ümumi olaraq bunun qiyməti nə qədər olacaq? Belə halda ən rahat təkləri cəmləyirik. 260, 240, 175. Bu üçün cəmləyəndə bu əndlər orada 3 dəfə elə bil ki, artıq iştirak eləyir. Ona görə mən buradan çıxıram əndləri. 125-i və 100-ü və 110-u. Bu üçünü buradan çıxıram. Çıxanda bu orta hissə artıq çıxmış olur. Ona görə bu ortanı da ora təzədən əlavə edirəm. Üstə gəl 50. Və bunu hesablamaq lazımdır. Deməli, hesablasaq 500, 675, 675-dən çıxırıq 225, 225 və çıxırıq 110-u. Üstünə də gəlirik 50-ni, 390. Cavabımız oldu 390. 27-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Pasiv şəbəkə avadanlıqları bilirik ki, kabellər və konnektorlar pasiv şəbəkə avadanlıqlarıdır. Deməli, burada birinci olacaq B, kabel novları və konnektor Y. A, VAP, yəni simsiz giriş nöqtəsi, wireless access point-dir, açıqca. H,
bir də gateway. Bunlar da aktiv şəbəkə avadanlıqlardır. Yəni A, C və D. Keçək baxaq 28-ci suala. 28-ci sualda belə bir ifadə verib. Bunun hesablanması üçün alqoritmi blok sxemini qurun deyir. Quraq. Blok sxem başlanğıcda mütləq oval ilə başlayacaq. Yəni mütləq başlanğıcı göstəririk. Daha sonra bura baxırıq, uyğunluq tapmalıyıq. Bir cəm var burada. Nəyinsə cəmi deyəm. Baxaq görə nəyə cəm? 1 üstü 1. Sonra artıb 1 vahid artırıb 2 üstü 2. Yəni əsasda nəticə qüvvətdədir o. 3 üstü 3. Bunları cəmləyib ən axırda n üstü n. N bilmirik neçədir. Deməli, ədəd 1-dən başlayıb n-ə qədər. N-i neçə daxil etsələr, 5 olsa, 7 olsa, 100 olsa, n neçədirsə, n-ə qədər ədədlərin qüvvəti şəklində olan bir ədədlərin hasilidir. Deməli, n bilmirik neçədir. N ədədini daxil eləməliyik. Daxil eləmək paralelogramın içərisində olur. İçərisində n yazıram. Yəni, n daxil ediləcək. Daha sonra bu blok sxemdə mənə verilib nə? Cəmdir bu. Mən axırda cəmi tapmalıyım. Onda cəmi ən başda 0 yazıram. Hər zaman cəmi ən başda 0 götürək. Bir də burada başlanğıc 1-dən başlayıb n-ə qədər gedib. Onda mən başlanğıcı i-nə işarə eləyirəm və 1-ə bərabər eləyirəm. Yəni mənə 1 verilibdir. Daha sonra qələmi biraz qalınlaşdırım. Aha. Daha sonra indi şərt vermək istəyirəm. Şərtdə belə verirəm. I, yəni 1-dən başlayır. Hara qədər gedəcək? N-in özünə qədər. N daxil olur. N-in özü də bu misalda var. I kiçik bərabər N. Belə yazıram. Yəni kiçik bərabər N olana qədər hə yazıram. Yəni bu şərt doğrudursa nə etsin? Hesablamağa başlasın artıq. S bərabər S üstə gəl. Nələri cəmləyir? I 1-dir. Yəni I üstü 1 üstü 1. I-nin ilk qiymətini yazıram. 1 üstü 1. Yəni I üstü I yazıram. Bax belə. Və sonra i-ni 1 vahid artırıram. I bərabər I üstə gəl 1 ki, növbəti 2-yə keçsin. Yəni dövrün içində hər dəfə deməli 0-ın üstünə gələcək 1 üstü 1. Sonra i olacaq 2. Çıxır yuxarı. Şərt doğrudur. 2, məsəl üçün, n neçədirsə. N-dən kiçikdirmi? Hə. İndi s-i bayaq 1 üstü 1 tapmışdı axı. Üstünə gələcək. I artıq 2 olub axı. 2 üstü 2. Sonra gələcək i-ni 3 eləyəcək. N daxil olmaqla bu işi yerinə yetirəcək. N-dən böyük ədəddə, yəni bu şərt doğru deyilsə, yox tərəfdə çıxışa, paralelogramın içində çıxışa s-i çıxardacaq və son. Bitdi. Deməli, bizim məsələmizin blok sxemi budur. Klaviaturdan daxil edilmiş ədədin rəqəmlərini tərsinə çap edən proqramı Python dilində yazın. Klaviaturdan daxil edilmiş deyirsə, başlayaq. Yəni bunu bilməliyik ki, int inputla daxil olunur. Yazıram belə, n bərabər, n ilə işarələdim, int input. Biz bilirik ki, input klaviaturdan daxil eləməkdir. Inputla klaviaturdan daxil edilən hər bir şey string tipində olur. Amma mənə lazımdır bu ədəd tipində olsun. Çünki deyir daxil edilən ədədin. Bunu da ədədə çevirmək üçün mötərizə alıb qarşısına int yazıram. Yəni integerə çevirəcək. Sonra belə bir şey yaza bilərəm. Məsəl üçün, fərqli formalarda da yaza bilərəm, amma mən belə yazıram. Nə qədər ki, bu daxil edədiyim ədədin 0-dan böyükdür, qalığı tapsın, qalığı q ilə işarələdim. Ədədi faiz 10 yazsam, ədədi 10-a böləndə qalıq tapır. Son rəqəmi. Daha sonra ekrana çıxartsın həmin qalığı, yəni sonuncu rəqəmi. Sonra artıq son rəqəmi mənə çıxartıb da, indi ondan əvvəlki onluqdakı ədədi çıxartsın deyə sonuncu rəqəmi atsın, silsin. Bunun üçün də n bərabər n 2 qat bölmə 10 yaza bilirəm. Deməli, bu proqramın nəticəsi bizə lazım olan, yəni istəniləni verəcək. Məsələdə elə dövrlə qurun demişdi, dövr vasitəsilə qurduq.
Sonuncu 30-cu suala baxırıq. Daxil edilmiş sətrin simvollarını sayan. Məsəl üçün, kitab sözü yazmışamsa, kitabın simvollarını saysın, 5 çıxartsın. Klaviaturun daxil edilən deyir, sətir deyir, input yazıram. Sonra bizə sayı, sətrin simvollarının sayı lazımdır. Sayı başda 0 yazıram. Sonra dövr qururam. For i in range ardıcıllıqla qururam. Yox, range ilə qurmuyorum. Elə for i in n yazıram. Yəni, məsəl üçün, mən burada n-ə kitab sözü yazmışamsa, i üçün qiymətlər bu n-in içindən, yəni kitabın içindən götürüləcək. Bir dəfə k hərf olacaq, növbəti dövrdə i olacaq, növbəti dövrdə t olacaq. Hər dəfə hərfi götürdükcə s-i bir vahid artırsın. Yəni, sayır da onda. S-i bir vahid artırır. Nəticədə də çıxartsın bizə s-in qiymətini. Bu qədər.